Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlərimiz və abituriyentlərimiz. Bugün sizlərlə şahsmal xəta yaradıcılığından maraqlı məzmunu və yüksək bədii keyfiyyəti ilə fərqlənən Dəhnamə əsərini təhlil edəcəyəm. Əsər ana dilində və əruz vəzn həzəc bəhrində yazılıb. Qeyd edək. Ana dilində və ərzun həzəc bəhrində. Deməli, keçək əsərin təhlilinə, Aşiqin əhvalı adlı hissənin təhlilinə. Yaxınlaşdıraq. Aləm qamusu bu dəmdə xoşhal, mən öz işimdə fariği bal. Baxın, bu hissə hər təyinə ki var, qılardım ana. Bu hissə Aşiqin yuxuda pəri üzlü gözəli görənə qədər keçirdiyi həyat tərzinin təsviridir. Hamının deyir, şad xürrəm olduğu bir vaxtda mən öz işimdə idim. Mən öz işimdə fariği bal. Fariği bal sözünün mənası fikirdən uzaq idi, qəmdən uzaq mənasındadır. Mən öz işimdə fikirdən, qəmdən uzaq idim. Gah ahu kimi dağda gəzərdim, gah çay kimi bağda axardım. Ahu kimi dağda, çay kimi bağda axardım. Deməli, həmdəmlərlə söhbət edərdim, çəməndə dolaşardım, sevgili ilə eşqi tanımazdım, heç kimsəyə könül verməzdim, öz peşəmə, öz işimə qani bir adam idim. Və heç kəs yox idi ki, bu işdə mənə mane olsun. Və mənə kim desəydi ki, aşiq olmuşam, rüsvai dili xəlayiq oldum, xalqın dilinə düşüb rüsvay oldum deməkdir. Əbləh deyib mən gülərdim ana, hər tənə ki var, qılardım ana. Deməli, ona axmaq deyib gülərdim və tənə edərdim. Bir gün çəmən içrə seyr edirdim, pərvanə misali teyr edirdim. Bir sayi sərvi nazə yetdim, bir ləhsə orada xabə getdim. Deməli, bir gün çəməndə gəzirdim, kəpənək kimi güldən gülə qonurdum. Bir sərv ağacının kölgəsinə çatdım, bir müddət yuxuya getdim. Bir ləhsə orada xabə getdim, yəni bir dəm orada yuxuya getdim. Ruhaniyə ruh qıldı seyran, gəl gör ki, mana nə qıldı dövran. Ruhum deyir, ruhlar aləmini seyr etdi, gör dövran mənə nələr etdi. Gözmədir bir pəri üzlü, gözəl göründü. Xoş sözlü, gözəl camallı, xoş üzlü. Deməli, xoş sözlü, gözəl camallı, xoş üzlü, xoşru. Çün seyr ilə gəldi, mana yetdi. Deməli, elə ki onu görüb seyr etdim, canımı, könlümü aldı apardı. Qaşları kaman, kiprikləri ox, qaşları kamanü, kipriki ox. Aləm gözü qatda, nərgizi şux. Bütün aləmin gözü o nazlı nərgizdə. Bənzərsiz bir divanəyə aşiq oldum. Nə sərxoşam, nə ağlım başımdadır. Bu misralarda qeyd olunur ki, bilməm özümü ki, xandəyəm mən, ya mürdəmi, yoxsa zindəyəm mən, bilmirəm ki, mən hardayam, ya mürdəmi, ölmüşəmmi, yoxsa zindəyəm mən, yoxsa diriyəm. Uzun gecələr səhər görünməz, zülmətdə mənə qəmər görünməz. Bu yola ilahi yoxmu payan, bu dərdə ilahi yoxmu dərman. Deməli, uzun gecələrimin səhəri görünməz olub, səhərli açılmır, gecələr gözümə ay görünmür. Bu deməli yolda, bu yolun sonu yoxdurmu ilahi? Bu dərdə ilahi dərman yoxdurmu deyə sual verir. Davam edək. Digər hissə isə birinci məktub Səbanın məşuqun yanına getməsi hissəsidir. Gəldi və əlimdən aldı məktub, əzm etdi, yeriydi suyi məhbub. Gəldi və əlimdən aldı məktub deyəndə Səba nəzərdə tutulur. Yəni Səba gəldi, əlimdən məktubu aldı, aşiqin əlindən məktubu alır və yara çatdırmaq niyyəti ilə gedir. Gah dağda əsdi, gah daşda, gah xüşk üzə əsdi, gah yaşda. Xüşk quru deməkdir. Yəni dağlardan keçdi, daşlardan keçdi, quru yerlərdən, yaş deyəndə dəniz nəzərdə tutulur. Dənizin üzərindən keçərək sürdü qatı, atın ol vəfadar. Deməli, ol vəfadar deyəndə burada Səba nəzərdə tutulur. O vəfadar, vəfalı dost, yəni atın sürətlə sürərək sevgilinin olduğu bağa yetişdi və gördü ki, sevgili, yəni pəri üzlü gözəl bir şah imiş. Nəinki yerə, hətta göylərə də
Göylərdə ay imiş. Çəmənlikdə hündür eyvanı var. Məclisində şahlar, sultanlar, mələklər keşiyində durur. Hər kim yaxın gəlir, uzaqlaşdırırlar. Üzünün nuru bağı bürüyüb. Üzünün nuru bağı bürüyüb. Tutmuş yüzü birlə nuri bağı. Üzünün nuru bağı bürüyüb. Eyvani fələkdədir otağı. Sanki göylərdə qərarlaşıb. Elə ki yazıq Səba onu gördü, cilovunu çəkib qəmləndi. Çün gördü anı Səba-yı miskin, çəkdi cilovunu, oldu qəmgin. Səba onu görəndə cilovunu çəkib qəmlənir. Görür ki, bu qız cahanda məşhur bir pəridir. Pəridir cahanda məşhur. Xudbeyni cəmali hüsnə məğrur. Deməli, cahanda məşhur bir pəridir. Deməli, gözəlliyindən məğrur, xudbin biridir. Səba fikirləşir ki, indi necə huzuruna gedim? Məktubu deyir, necə təqdim edim? Səba heyrətdən, deməli, barmağını dişləyir və birdən qarşısına qoca bir bağban gəlir. Davam edək. Barmağını dişləyib əz təhəyyür oturdu Səba-vi ol yeridi. Nagah önünə çü gəldi bir pir, xoş şəkli şəmail özü dilgir. Baxın, burada pir deyəndə bağban nəzərdə tutulur. Bağban, deməli bağbanın təsviri verilibdir. Qəfildəndir, önünədir bir qoca bağban gəldi. Görünüşü xoş, özü isə şirin dilli, xoş şəkli şəmail özü dilgir. Yanına gəlib Səba rəvani, söylədi ana sözün nihani. Səba yavaşca onun yanına gəlib, xəlvətcə sözünü söylədi. Daha sonra isə artıq bağbanın sözləri gəlir. Aydır ki, bəli, Səba mənəmdir. Bu Səbanın sözləridir. Yanına gəlib Səba rəvani, söylədi ana sözün nihani. Bu isə bağbanın sözləridir. Sordu ana kim? Səba mısan sən? Yəni bağban soruşur ki, sən Səbasan, eşq əhlinə aşinasan, yəni eşq əhlinin dostusanmı? Kim aşiqi xəstədən gəlirsən, hansı xəstə aşiqin yanından gəlirsən? Onun halından xəbər bilirsən və aydır ki, bəli, Səba mənəmdir. Bu artıq Səbanın sözdür. Səba bağbana cavab olaraq deyir ki, bəli, Səba mənəm. Davam edək. Səbanın sözləri ilə davam edirik. Səba deyir, sözüm yetirim xanı sənəmdir. Deyir ki, bəli deyir, Səba deyir mənəm. Sözüm yetirim xanı sənəmdir. Sözümüdür gözəllər şahına çatdırmaq istəyirəm. Və qoca dedi ki, baxın bu isə aydır ki, mən ol, ey xoş avaz. Bu qocanın sözüdür. Bunu çox bəzi vəsaitlərdə bu sözlər deməli bağbana aid edilir. Yəni bağbana aid edilən fikirlər kimi verilir. Amma burada düzdür, bağbanın dilindən verilir. Amma bağbanın dilindən deyilən bu fikirlər Səbaya aiddir. Dedi ki, mənəm o, ey xoş avaz. Yəni burada ey xoş avaz deyəndə, ey xoş səsli, gözəl səsli nəzərdə tutulur. Xoş səsli, gözəl səsli də Səbadır. Bağban ona ey xoş avaz, ey gözəl səsli deyə müraciət eləyir. Ölmüşlər üçün Məsihi dəmsaz, ölmüşlər üçün İsa olan, yəni İsa Peyğəmbər nəzərdə tutulur. Bu, bağbanın dilindən Səbaya olan müraciətdir. Mən dəxi nigara bağbanəm, aşiqlərə yarü mehribanam. Deyir ki, bəli, mən nigarın bağbanıyam, aşiqlərə qarşı mehribanam. Səni mən məsləhət etmişdim ki, gəlsin. Deyir ki, səni mən demişdim ki, gəlsin, məşuqa nədir sözünü bilsin. Oldur, oturur otağı içində, sən birdəm otur bu bağ içində. Deyir ki, odur, deyir, məşuqə deyir, otağında oturub, sən də deyir, birdəmdir, burada deyir, otur, gözlə, deyir. Deməli, bağban gedir, mən varayım ol nigar qatına, ol dilbər gülüzar qatına. Yəni, gedim, deyir, nigarındır, könlünü arayım, görüm necədir. Könlün görəyim ne çükdür anın. Hüzura çatdı, biraz dayandı, halını yoxladı, gördü ki, şaddır. Çəmənin içində tazə gül tək, boynu sürahi, dodağı şərab tək. Deməli, qızın yanına gedir, görür ki, xəndan çəmən içində tazə gül tək, boynu sürahi, dodağı mül tək, yəni dodağı şərab tək. Yenə də burada biz pərinin, gözəlin təsvirini görürük. Dedi, deyim sözü məhəldir, könlü fərəhü, dəmi gözəldir. Görür ki, könlü fərəhlidir və qıza deyir, aydır ki, əya dəm afitabı, bir söz desəm eyləmə itabı. Deyir ki, ey zamanın günəşi, bir söz deyəcəm, amma məzəmmət etmə.
Bir xəstəhal qasid gördüm, gəlməyə heç qüvvəsi yoxdur deyir. Yaxına gəlmir, çəkinir. Dərgahına sarı nəzər edir, yaxına gəlməyə çəkinir. Ardına baxaq. Gəlməz yavuğa həzər qılır o, dərgah sarı nəzər qılır o. Gəlməyə çəkinir və dərgahıva sarı nəzər qılır. Və vardım yanına, dedim nə kəssən? Yaxınlaşıb soruşdum ki, kimsən? Kim əhli səfər, zəbun fərəssən, səfər əhlisən, atın yorulub əldən düşüb. Gördüm yazılı kələm və məhbub yazılmış. Deyir ki, əlində bir məktub var idi və məktubda yazılmışdı. Bundan sonraki sözlər artıq, belə deyək də, düzdür, bağbanın dilindən deyilir. Amma burada artıq biz aşiqin məktubunu görürük. Yəni bu sözlər, artıq bu hissədən deyilən sözlər məktubda yazılan sözlərdir. Hansı ki, bu sözləri kim yazmışdı? Kimin dilindən idi? Aşiqin dilindən idi, amma bağban çatdırır. Yəni əsərdə bağban bu sözləri səbaya deyirəm, məşuqəyə çatdırır. Yazılmış: Əya əmiri xuban, ey gözəllər şahı, dərd ilə ölürəm, dərman ilə. Qəmdən belim əyilib, ey gözümün nuru, ey nuri didə. Ol dəm ki, mən ol cəmalı gördüm, mən sənindir üzünü görəndən özümdən uzaqlaşmışam. Ağılsız, sözsüz, düşüncəsiz olmuşam. 100 dərdə bəlaya tuş olmuşam və halımı belə gördükdə səbanı özümə qasid seçdim deyir. Və göz yaşımladır, məktubudur, yaş etdim deyir. İndidir öz halımı ərz etdim, indi gəda şahdan bəxşiş gözləyir. Burada gəda deyəndə aşiq, şah deyəndə isə məşuqə nəzərdə tutulur. Digər hissəyə baxaq. Məşuqənin sözü eşidib bağbanı və səbanı danlaması hissəsi. Eşitdi bu sözü üçün pəri. Aydır, nə söz idi söylədin bu? Deməli, pəri bu sözləri eşidib deyir. Dedi, bu nə sözdür deyirsən? Sən bilmirsən ki, mən necə şaham, qulluqçum hurilər, qoşunum mələklərdir. Sən bilməmisən ki, mən nə şuxəm, kipriyi, qaşı, yay ilə oxam. O bilməsə də deyir, sən bilirsəndir, bəs bu həsrəti nədən qılırsan? Get o elçiyə de ki, gəlsin, o sözləri qəbul edilməyən gəlsin. Deməli, burada bu həsrəti nədən qılırsan? Var gil, degil o rəsulə gəlsin, o sözləri naqabulə gəlsin. Naqabul sözləri qəbul edilməyən, yəni o sözləri qəbul edilməyən, yəni səba nəzərdə tutulur. Səba gəlsin deyir. Kimdir, görəyim, gəlir buradan, vaqif olayım bu macəradan. Bu macəradan agah olum. Deməli, səba Allaha təvəkkül edib, yavaş, könülsüz halda gəlir. Salam verib, hörmət, ehtiram göstərir, sözünü çatdırmaq istəyir. Ədəblə qapının astanasını öpdü. Öpdü ədəblə asitani. Qapının astanasını öpdü. Ol sərvi səhi çü gördü ani, sordu və o sərv boylu deyir, səbanı görəndə soruşdu. Nə gərək hərzə mərzə? Kim dedi sənə gəl bu mərzə? Deyir, bu qədər deyir, hərzə mərzə deyir, nə gərək var deyir. Sənə kim dedi ki deyir, bu həddə gəlib çatasan deyir. Boş-boş danışmaq, hərz-mərz boş-boş danışmaq deməkdir. Bu qədər boş-boş danışmağa deyir, nə gərəyi var deyir. Yırtdı əlindən alıb kitabın, saydı yüzüyünə uyuyub babın. Burada kitabın deyəndə məktub nəzərdə tutulur. Əlindən alıb deyir, məktubu deyir, yırtdı və bütün eyibli cəhətlərini üzünə dedi. Nə eybi var, hamısını saydı, gül üzlü səbanı xar etdi. Digər hissə. İkinci məktub və səbanın məşuqənin sözləri ilə aşiqin yanına gəlməsi hissəsi, sonuncu hissədir. Qayıtdı səbazi dərgahı şah, qəmnakü məlul düşdü bərrah. Səba şahın dərgahından qayıtdı, qəmli, kədərli halda yola düşdü. Və fikirləşirdi ki, necə gedim o zavallının, yəni aşiq nəzərdə tutulur, çarəsiz, qəlbi sınıq həqirin yanına. Daha nə üzü ilə gedim, ümid ilə məni elçi etmişdi axı. Ya onda necə cavab verim? Sözü məzəmmətlə göndərdi. Deməli, burada çün 7 dedim ki, nikuxa, halın necədir? Ki,
Halın necədir zi zəhməti ra? Deməli bu sözlər artıq aşiqin sözləridir. Bu sözləri aşiq deyir, aşiq Səbaya deyir. Aşiq Səbadan soruşur ki, nikuxaq xeyirxax deməkdir. Deyir, ey xeyirxax deyir. Halın necədir deyir. Uzun əziyyətli yoldan sonra deyir vəziyyətin necədir? Və daha sonra isə qızı soruşur. Deyir, Nigar deyir, sağ əsənmi, salamatdırmı deyir. Salamatdırmı? O fitnəli yarsaq salamatdırmı? Deməli burada Səba cavab verir ona. Deyir, sağdır, əsəndir. Bunlar Səbanın sözləridir. Səba deyir, sağdır, əsəndir ol pəruru, sağ salamatdır, ancaq səndən üzünü uzaq tutub deyir. Halını ona çatdırdım. Ərzi halını deyə bildim. O dəqiqə qəzəbləndi nazlılar başçısı. Əs-səri nazlılar başçısı. Çox ərbədə naz qıldı ağaz, yırtdı Aluban yazan kitabı, biş etdi itab ilə xitabı. Xeyli danlayaraq əlimdən deməli məktubu aldı, yırtdı, sözünü dedi, mən yazığı məzəmmət etdi. Qıldı məni, xəstəni məlamət, mən yazığı məzəmmət etdi. Və bundan sonra artıq aşiq fəryad-ı fəğan edir. Ögdü özünü, fəryad-ı fəğan izarə düşdü, ögdü özünü qılıb mükərrər, yəni məşuqa özünü öydü. Dil bunu eşitdi, dərdə düşdü. Deməli, aşiq bunları eşidib odlandı, fəryad etdi və bəxtindən şikayətləndi. Söydüm yenə bəxti nabəkarə. Söydüm, yəni işə yaramaz bəxtə.